Qəbristanlığa gedirəm. Kəndimizin qəbristanlığı. Bu dəfə tək gəlmişəm kəndə. Qəbristanlığın yolu da əslində yaxşı deyil. Bir balaca düzəltməyə çalışıblar, amma o düzəltmək sayılmır, çünki hələ də yolun o xüsusilə böyük qaya Murdar dərəyə çatan hissəsində təhlükəli yerlər var, qayalar var. O qayalar biraz daha kırdalanmalıdır. Sonra Murdar dərənin içində çoğu ağac, oranı basıp oradan mümkün değil geçmek. Şimdi yəqin ki inşallah oralarda düzeler. Bak bu benim indi getdiyim yer, bura biz Orta Küləş dedik. Burada böyük bir bizim ərazilərə görə, bizim bölgəyə görə düz deyir. Əslində Laçında düzlük sahə tapmaq çox çətindir. Laçının əksər hissəsi bilirsiniz dağlıqdır. Amma bizə görə bura düz sayılırdıq və bura Orta Küləş dedik. Böyük bir düzüdür. Burada ta 70-ci illərə qədər burada taxıl əkilib. Kolxoz taxıl əkib. Amma sonra da əkmirdi. Bizim ki heyvanların biçənəyiydi. Heyvanların örüş yeridir. Buradan mən indi Orta Küləşinə gedirəm. Orta Küləşin aşağısı ilə qəbristanlığa gedən yoldur. Qəbristanlıq salınmamışdan əvvəl hemen göstermedim size, bağışlayın. Orta Küləşi gösterim. Bu bura Orta Küləşdir. Ta dərədən başlayır, gedir çıxır. O bayaq göstərdiyim sizə Qarameşənin ayağına qədər bu Orta Küləşdir. Bu belə görürsünüz. Burada indi kollar bitib. O vaxtı burada kol demək olar ki çox yox idi, nadir idi. Amma indi də 40 ilə yaxındır burada yaşayış yoxdur deyə kol basıb. Belə dediği böyle Orta Küləş, dediğim kimi burada əvvəllər taxıl əkilib uzun müddət. Anam danışardı ki uşaqkən gedərdik burada taxıl zəmlərində taxıl yığardıq, əllə yığırdıq. Oraqla biçib, dəstələyib gətirmişlər kəndin ortasında xırman deyilən yerə. Orada xırmanda o dəm xırmanlanırmış, təmizlənirmiş. Bak burada Orta Burun'du. Orta Burun o iki küləşin arasında. Buranın da yukarı hissəsi əkilib bir müddət. Yani əvvəllər əkilib, amma mənim yadıma gələn vaxtlar artıq əkilmirdi. Dərədən keçəcəyik. Qəbristanlığa tərəf. Bayaq dedim, bura qəbristanlıq yolu olmamışdan əvvəl bu yola Güney yolu deyildik. Və Laçından gələndə demək çaydan, Pircahan çaydan biraz yukarı hissədə Gavırçan yolu diye o yolla gələndə aşağıdan bir yol ayrılırdı bu Güney yoluna və qabaqda Çıngıl adlanan bir daşlıq ərazi var. O daşlıq ərazidə keçib gəlirdi bizim kəndə. Niyə cəmaət bu yolu istifadə edirdi? Çünki bu yol Güney olduğu üçün burada palçıq olmurdu. Yaz, qış bu yol işləyirdi. Bir dənə kəndin arxasına gələndə o kəndin evin dağı dediyimiz yer, haradakı mən bayaq maşını saxladım, oradan düzbəri piyada gəlirəm, orada palçıq olardı. Maşınlar gələrdi, əgər 4 çəkən maşın deyilsə orada batardılar. Biz də kənd uşaqları, cəmaət, cavanlar gedib kömək edib o maşını, o batan maşını oradan itəliyə çıxardardıq kəndə. Mənim yadıma gələr, məsələn, Vəl Əhmədin maşını orada batdığı yadıma gəlir, itəliyib çıxartmışıq. Sonra rəhmətlik əmmin maşını da orada batıb, Zeynal əmmin orada yenə itələmişik. Belə kəndin demək olar ki, palçıq olanda orada çox qatı palçıq olurdu. Və orada maşının bir hissəsində batırdı, yuxarı hissəsində. Bax, bu yol həmin o Güney yoludur. Çıngıl yolu da deyirik biz buna. Yəni bu yolla Pircahan çaya həm qısadır məsafə, haradasa bir 4-5 kilometr qısadır. Həm də batmadığım üçün bu yoldan uzun müddət istifadə edirdik biz. İndi gəldik, mən çatıram Pircahan.
Alqulu qəbristanlığına. Bu qəbristanlıq 1982-ci ildə salınıb. Allah rəhmət eləsin. Seyid Əskər baba rəhmətə gedəndə övladları qərar verdilər ki, onu burada dəfn eləsinlər və kəndin qəbristanlığını saldılar. Və çox da gözəl bir iş elədilər. Çünki o vaxta qədər, o tarixə qədər bizim cəmaət dünyadan köçən əzizlərini Seyidlər kəndində, Seyidlər qəbristanlığında dəfn edirlər. Əslən başqa kənddən olanlar da aparırdılar öz hardan ki gəlmişlər o kənddən qəbristanlığına. 82-ci ildən sonra artıq hamı Alqulu kənd cəmaatı öz dünyadan köçən əzizlərini bu qəbristanlıqda dəfn elədilər. Bax, indi çatdım qəbristanlığa. Bir dua okuyacağım. Ümumən bir dua okuyup sonra kalkacağım yukarı. Kardeşim imanın mezarını ziyaret edeceğim. Bu kadar. Sağ olun.